Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllim və şagirdlər, riyaziyyat sevərlər. Gəlin fərqli bir isbata baxaq. Bizə deyir ki, isbat edin ki, x bərabərdir 5 ədədi bu tənliyin köküdür. Tənliyi bizə verib ki, deməli, x faktorial bərabərdir x-in kubu çıxılsın x. İsbat eləməliyik ki, 5 bunun köküdür. X bərabər 5 olanda doğru bərabərlik alınır. İndi burada biz bilirik ki, bu x faktorialı mən yaza bilərəm də, x vurulsun x çıx 1, x çıx 2 faktorial şəklində mən bunu yaza bilərəm. Gəl yazaq. X vurulsun x çıx 1, x çıxılsın 2 faktorial bərabərdir nəyə? Bunların hər ikisindən də mən x mötərizə xaricinə çıxartsam, qalacaq x kvadratı çıxılsın 1. Belə. X vurulsun x çıxa 1, x çıxılsın 2 faktorial bərabərdir. X vurulsun, bunu da vurullara ayırıram. Olur x çıx 1, x plus 1. X plus 1. Bax belə. Əlbəttə ki, biz bilirik ki, burada x fərqlidir 0-dan, x fərqlidir 1-dən. Çünki niyə? 0 və 1 bu bərabərliyi ödəmir. Ona görə mən burada x vurulsun x çıx 1-i hər tərəfi bərabərliyin hər iki tərəfini x vurulsun x çıx 1-ə bölə bilərəm. Nə alaram bölsəm? Alaram ki, x minus 2 faktorial bərabərdir x plus 1-ə. X plus 1-ə. Bu bərabərliyi aldım. İndi mən burada nə eləyəcəm? Gəlin bu x çıx 2 ifadəsinə, x çıx 2 ifadəsinə hər hansısa bir m deyək. Deməli, x buradan nə olar? X bərabər olar m plus 2. Nə olur? Olur m faktorial bərabərdir. X-in yerinə burada m plus 2 yazsam, m plus 3-ə bərabər olmuş olur. Bu bərabərliyi aldım. İndi gəlin burada, bu bərabərlikdən biz m-i tapaq. Bu bərabərliyə baxan kimi görünür ki, nədir? M buradan 3-dür. M 3-dür. Çünki niyə? 3 faktorial bərabərdir 3 plus 3-dən. Həqiqətən də bu 6 eləyir. Deməli, burada m nə oldu? M tapıldı 3. Bizə nə lazımdır? Bizə lazımdır x. X də nədir? M üstəgəl 2-dir. X də bərabərdir 3 plus 2-dən. Bu da bərabər eləyir 5. Deməli, biz həqiqətən də isbat etdik ki, gəlin belə yazaq. X faktorial bərabərdir x kubu çıxılsın x tənliyinin kökü 5-dir. Deməli, isbat olundu bu şəkildə.